Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması Prezident İlham Əliyev kimi siyasətini bilavasitə milli maraqlara söykəyən qətiyyətli və prinsipal liderin rəhbərlik etdiyi dövlətin reallıqları daxilində qeyri-adi və təəccüb doğuran məsələ deyil. Bu bir daha onu göstərdi ki, hər şey prezidentin dəfələrlə bəyan etdiyi prinsipal qaydaya uyğundur. Kimliyindən və statusundan asılı olmayaraq hər kəs əməllərinə görə gec-tez cavab verməlidir. Ramiz Mehdiyevin ittiham olunduğu maddələrə diqqət edək. 278-ci maddə hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama. 274-cü maddə dövlətə xəyanət. 193-cü maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma. Qeyd edək ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Məhkəmə Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib. Bu da dövlətin hümanistliyidir əslində. Ramiz Mehdiyevin cəzasının nə olacağını, hansı müddətə içəri göndəriləcəyini indidən söyləmək təbii ki, çətindir. Çünki istintaq müddətində hələ çox qaranlıq mətləblərin üzərinə işıq salınacaq, yeni faktlar ortaya çıxacaq. İndi cəmiyyəti daha çox maraqlandıran sual məhz 278-ci maddə ilə bağlıdır. Yəni, Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməlləri kimlərlə törətməsi sual doğurur. Hər halda hakimiyyəti ələ keçirməyə cəhd etmək tək adamın işi deyil. Bunun üçün komanda lazımdır. Demək ki, əslində çevrilişə cəhd deyə biləcəyimiz bu əməldə çox adamın iştirakı ola bilər. Maraqlı olan da elə budur. Ramiz Mehdiyevin çevriliş komandasında kimlər olub? Bu sırada şübhəsiz ki, sabiq məmurlar da ola bilər, hazırda vəzifə başında olan da. Bəlkə də bəzilərinin qapısı artıq döyülüb və ya istintaqa çağırış vərəqi alıb. Çox güman ki, qarşıdakı günlərdə bizə tanış olan və olmayan şəxslər barəsində də qətimkan tədbirləri seçiləcək. Gözləyək, görək bu xəmir nə qədər su aparacaq. Sonda bizə sadəcə bu sözləri demək qalır. Hakimiyyəti ələ keçirmək istədiyin bu dövlət sənə qənim olsun, Ramiz Mehdiyev. Necə ki olur, bu dövlətin dayaqlarını laxlatmaq, prezidentin uğurlarına kölgələmək üçün törətdiyin bütün əməllər, insanları dövlətdən narazı salmaq üçün yetişdirdiyin monster məmurların hamısı ifşa olunacaq. Bundan sonra əbədiyyətə qədər xalqın lənətlədiyi, nifrət bəslədiyi ünvan olaraq qalacaqsan. Dövlətimiz də, prezidentimiz də var olsun.